Salam dostlar, hər birinizi salamlayıram və hər birinizə öncə təşəkkür edərək başlamaq istəyirəm bugünkü səsli hekayə bölümü ilə bağlı danışmağa. Bəli, bugün Amerikano ilə bağlı danışmıram, bugün səsli hekayədən danışıram, amma əvvəlcədən sizə təşəkkür edirəm. Diqqətiniz üçün, izlədiyiniz üçün, paylaşdığınız üçün, gözəl sözlər üçün, bəzən iynəli sözlər də olur. Neynək, insanlar fərqlidir, insanların fikirləri də fərqlidir. Bir nəfər hər kəs üçün yaxşı və ya hər kəs üçün pis olmur. Yəni insanlar fərqli olduğu kimi onların münasibətləri də fərqlidir. Bu ayrı mövzudur. Və bugün artıq qeyd etdiyim kimi Amerikanodan deyil, səsli hekayədən danışıram. Səsli hekayə əslində ötən il Amerikano YouTube layihəmə başlayanda paralel başladığım bir bölüm idi və məqsəd o idi ki, xoşuma gələn, bəyəndiyim hekayələri zaman-zaman tərcümə edib səsləndirim, amma açığı vaxt ayıra bilmədim. Çünki bütünlükdə zamanım, diqqətim Amerikanoya yönəlmişdi, amma səsli hekayə həmişə var idi, yəni fikrimdə qalmışdı ki, bunu etmək istəyirəm. Mənim üçün ümumiyyətlə çox dəyərlidir kitab oxumaq, başqa insanların fikirləri ilə tanış olmaq, ədəbiyyat uşaqlıqdan sevdiyim sahələrdir və mən yazmağa uşaq yaşlarımdan başlamışam. İndi deyəcəksiniz ki, hər kəs şeir yazır. Uşaqlıqda hamı bəlkə də şeir yazır, rəsm çəkir. Mənim də şeir yazmaq istəyim, bir hobbim var idi uşaq olarkən. Bəlkə də bu rəhmətli dayımın belə deyək də təsiri idi. Mənim bir dayım var idi. 90-cı illərin əvvəllərində dünyasını dəyişdi. Çox gənc yaşlarında, 20'li yaşlarında dünyasını dəyişdi. Yəni uşaqkən görürdüm ki, o yazır, onun şeirləri var idi və o vaxt oxuduğum qədərilə onun şeirlərini çox fərqli bir üslubu var idi. Biraz Mikail Müşfiq üslubu idi, biraz fərqli bir üslubu idi. Yəni şeir yazmaq bəlkə də ondan yaranmışdı və yadıma gəlir ki, şeirlərimi yazırdım, oxuyurdu. Bəzən tərifləyirdi, bəzən gülürdü və etiraf edim ki, illər keçdi, mən heç vaxt şeir yaza bilmədim. Yəni şeir və mən, hətta şeir əzbərləməklə də aram yoxdur. İlk əzbərlədiyim şeir Uşaq və Buz şeiri idi və yadıma gəlir ki, o şeiri belə düz əməlli əzbərləyə bilməmişdim. Dərsə gedən bir uşaq yerinə məktəbə gedən bir uşaq deyirdim və əsəbləşirdim. Bir də ən belə sevmədiyim, əzbərləmə məcburiyyətində qaldığım və bugünə qədər heç yadımda qalmayan bir şeir də var idi. 26'lar şeiri. Mən Sovet dövrünün uşağıyam da, yəni Sovet hakimiyyəti dövründə orta məktəbdə oxumuşam. Və anlamırdım ki, biz niyə əzbərləyirik? Yəni, həmişə sevirdim ki, bir şey oxuyub öz sözlərimlə, öz fikirlərimlə, öz anladığım qədərilə çatdırım, amma əzbərçilik mənə çatmırdı. Baxmayaraq ki, gözəl şeirləri xoşlayıram, dinləməyi, oxumağı sevirəm, amma əzbərləyə bilmirəm. Və bəlkə də buna görə yazdığım şeirlərə də heç vaxt ciddi münasibət bəsləmirəm. Amma hekayələr yazmaq, romanlar yazmaq uşaqlıqdan sevdiyim bir belə deyək də hobbim idi və böyük bir arzum idi ki, bir gün yaşlananda, təqaüdə çıxanda oturub yazacağam. Və son illərə qədər də bu fikirdə idim. Amma bir neçə il bundan qabaq düşündüm ki, nəyi gözləyirəm ki, yəni mənə heç kəs təminat vermir ki, mən bir il sonra həyatda olacağam və ya bir ay sonra həyatda olacağam. Bugünün işini sabaha saxlamamaq lazımdır və elə bəlkə də ona görə yenə davam elədim hekayələrimə. Uşaqlıqdan yadıma gəlir ki, yazırdım və o vaxt mənim sinif yoldaşlarım məktəbdə, əgər məni izləyənlər varsa, burada yəqin ki, onlar xatırlayırlar. Məktəb vaxtı mənim sinif yoldaşlarım hekayələrimi, romanlarımı gözləyirdilər. Hətta yadıma gəlir, hər səhər dərsə gələndə romanımın, uşaqkən yazdığım şeyləri də, romanımın növbəti seriyasını, növbəti bölümünü hamı gözləyirdi. Və o əl yazma dəftərlərim əldən ələ dolaşdıqca belə əski parçasına çevrilirdi. Elə indiyə qədər də qalır onlar, Bakıdadır. Nə demək istəyirəm? Yəni yazmaq, öz fikirlərimi, öz düşüncələrimi çatdırmaq və ya hekayə uydurmaq və ya real hekayələrdən təsirlənib nəsə bir şey yazmaq uşaqlıqdan sevdiyim sahədir. Həmişə insanları müşahidə etməyi, başqa həyatları müşahidə etməyi sevirəm. Əslində Amerikanoda da bu var. Çünki çəkdiyim hər bir insanın öz hekayəsi var və çox istəyirəm ki, insanlar əslində o hekayələrini səmimi anlatsınlar və onu belə deyək də film kimi
öz baxışımla çatdırmaq istəyirəm. Təbii ki, bu biraz professional imkanlar olmadan çətin olur, amma bacardığım qədərilə öz texniki imkanlarımla bir şeylər eləməyə çatdırıram. Və əslində kanalımın ideyası da elə bu idi ki, mən onu əslində özüm üçün, kanalım da, kanalımın içindəki bütün çəkdiyim, hazırladığım videolar, o cümlədən də səsli hekayə əslində mənim özüm üçündür. Öz xatirələrimdir, öz sevdiklərimə və ya məni sevən insanlara ərmağanımdır. Ona görə çox böyük baxış sayı üçün heç vaxt həyəcanlanmıram. Doğrudur. Yəni çox baxılan videolar məni çox sevindirir. Yəni insanlara belə deyək də motivasiya ola bilmək, insanlara ilham vermək sevindirir məni. Amma belə yəni böyük belə deyək də baxış sayı həvəslisi deyiləm, xüsusilə də səsli hekayələrdə. Ona görə səsli hekayə mövzusuna qayıtdım və buna da səbəb nə oldu? Ümumiyyətlə mənim kitab oxumaqla aram yoxdur son illər. Niyə görə? Çünki kitab oxumaq üçün, yəni fiziki olaraq kitab oxumaq üçün, kitabı vərəqləyib oxumaq üçün, onun qoxusunu hiss eləmək üçün, sonra beynində oxuduqlarını təsəvvür edə bilmək üçün yəni vaxt lazımdır. Çünki bu özəl bir andır da. Yəni sən kitabı oxuyursan, bütün dünyadan ayrılırsan, o an oxuduğun əsərin, kitabın, fikirlərin içində itirib batırsan, bəlkə də yol tapırsan özünə. Yaxşı bir şeydir kitab oxumaq. İnsanın düşüncəsini, yəni insanın xəyal gücünü artırır, insanın təsəvvür etmək qüvvəsini artırır. Amma təəssüflər olsun ki, yəni əvvəlki kimi vaxtım yoxdur. Təzəliklə artıq, yəni 3 həftədir, işə metro ilə gedib gəlirəm, maşınla getmirəm. Ona görə də artıq metroda belə bir 5-10 dəqiqə kitab açıb oxumaq belə lüksum yaranıb. Buna görə sevinirəm. Adətən kitabları dinləyirəm. Yəni uzun yol gedəndə, işə gedəndə, ümumiyyətlə yolda olanda və ya evdə bir iş görərkən audio kitabları dinləyirəm və əslində səsli kitab ideyasının da məqsədi elə bu idi ki, istəyirdim ki, Azərbaycan dilində olsun hekayələr. Amma biraz da oradan çətin prosesdir. Yəni hekayəni oxumaq, ümumiyyətlə böyük həcmli əsərdirsə onu oxumaq, tərcümə etmək, yəni bu professional, yəni tərcüməçilərin, professional yazarların işidir. Ona görə kiçik hekayələrdən başladım, bir neçəsini buna qədər sizə təqdim etmişəm. Maraqlansaz mənim YouTube kanalımda səsli hekayə adı altında onları tapa bilərsiniz. Və təzədən səsli hekayəyə başlamaq fikrim əslində bu kitabdan yarandı. Ötən günlərin birində, yəni bir neçə həftə bundan əvvəl qarşıma sosial mediada çıxdı bu kitabdan bir neçə cümlə. O qədər xoşuma gəldi ki, diqqətimi çəkdi və bu kitabı sifariş etdim. Türk yazarındır, Miraç Çağrı Aktaşın kitabıdır. Qalbi iyi olanın yolu zordur. Yəni ürəyi yaxşı olanın yolu çətindir. Azərbaycan dilinə belə deyə də tərcümə deməzdim, eyni dildir. Azərbaycan dilinə uyğunlaşdırıb bu kitabdan bəzi hissələri oxuyub səsləndirmək qərarına gəldim ki, bugün onu izləyəcəksiniz. Bu kitab çox xoşuma gəldi. Hələ bitirməmişəm açığı. Yaxşı olacaq ki, əslində bu videodan sonra kitabın içində daha belə deyə də həvəslə səyahət eləyəcəm. Çünki düşünürəm ki, bu mövzu əslində hər bir insana yaxın mövzudur. Yəni hər bir insan zaman-zaman başqaları tərəfindən, sevdikləri tərəfindən və cəmiyyət tərəfindən qırılır, ayrı seçkilik hiss edir, yorulur və sadəcə olaraq özünü tapmağa çalışır. Və bu kitab deməyə gəlir ki, özünü tapmaq, özünü anlamağa çalışan, özünə dəyər verməyə çalışan insanlar üçün maraqlı olacaq. Və insan özünü tanıyanda, özünü sevəndə, özünə dəyər verəndə artıq başqalarına da eyni münasibəti göstərir. Başqalarına da dəyər verməyə başlayır. Özünü sevən başqasını da sevir. Öz həyatında öz məqsədini, hədəfini bilən insan başqa heç kəsə ziyanverici rolunda çıxış etmir. Yəni bu mövzular maraqlı mövzulardır. Bu mövzularda qabağıma çıxan maraqlı hekayələr olduqca sizinlə paylaşacağam. Bir də bugündən etibarən artıq öz qısa hekayələrimi də paylaşacağım sizinlə. Mənim yazdığım bir çox qısa hekayələr var. Çoxsu yarımçıqdır, çoxsunu bitirməmişəm. Və belə düşündüm ki, əslində mənim üçün onları bitirib zaman-zaman sizinlə paylaşmaq da bir motivasiyadır. Ona görə də belə qərara gəldim ki, səsli hekayəni bərpa edim.
Beləliklə, artıq hekayəmi izləmək vaxtı gəlib çatdı. Buyurun, izləyin, fikirlərinizi yazın. Hətta sizə maraqlı gələn hansısa başqa bir hekayə varsa, istəyirsinizsə onu səsləndirim və ya oxumağımı, tərcümə etməyimi istəyirsinizsə, sosial media hesablarımdan mənə yaza bilərsiniz. Çalışıram ki, mənə yazan hər kəsə cavab yazım. Buyurun. Deyirəm, sıxıcı insanlar var dünyada. Kimsə ilə yarış alanda olmayan, öz yağında qovrulan, heç kəsin xoşbəxtliyində gözü olmayan, kiməsə ürəyində kiçicik kin saxlamayan. Ancaq öz yolu ilə gedən, hədəfi öz dünyasını daha gözəl etmək olan insanlar. Bax, onlardan biri də mənəm. Sıxıcı insanlardan daha birisi mən. Əslində artıq mən də sıxılmışam. Başqalarının yolunda başqaları üçün addımlamaqdan, verilən sözlərin tutulmamasından, sözlə var olan amma davranışda yox olan sevgilərdən, əsirgənən hörmətdən, özünü yetişdirməmiş insanlardan və səmimiyyətsiz səmimiyyətdən. Məgər insan yaşı artdıqca anlayırmış sakitliyin, öz aləmində olmağın dəyərini. Artıq bunun verdiyi huzurun içində atıram addımlarımı. Kiməsə heç nə vəd etmirəm. Heç kəsdən də heç nə gözləmirəm. Əslində bu bir tükənmişlik deyil. Sadəcə bir oyanışdır. Bundan sonra ancaq öz huzurum, öz xoşbəxtliyim. Çünki canım yananda nə mənim qədər ağladınız, nə də mənim qədər yandı canınız. Artıq özümü başqalarına sübut etmək, nə də sevdirmək üçün fırtınalar qoparmıram. İstəyən onsuz da istədiyini düşünür, mühakimə edir və qərar verir. Mənim insanlarla müharibəm çoxdan bitib və bu məğlubiyyət deyil. Əslində bu doğrularla üz-üzə gəlməkdir, barışmaqdır. Sadəliyin, sakitliyin və huzurun qapısını açan səssiz bir dönüşdür. Özünə, ruhuna, gerçəyə. İnsanlar üçün boşuna xərclənən nəfəsimə, qursağımda qalan həvəsimə və məni üzməkdən başqa heç nəyə yaramayan bütün cəhdlərimə əlvida. Və yeni özümə salam olsun. Çünki bu dəfə başqasının hekayəsində bir səhnə olmaq istəmirəm. Bu dəfə öz romanımın baş qəhrəmanıyam. İçində sükut olan, amma ruhu çiçəklənən bir həyat seçirəm. Qırılıb parçalanmaqdan bezmiş qəlbimə İndi yalnız sevgi, səbir və xoşbəxtlik yaraşır. Bundan sonra məni anlamaq istəməyənlərin yox, məni hiss edənlərin yanındayam. Ən gözəl başlanğıclar insan özü ilə barışanda başlayar.